Salam blogerlər, bugün saytın üçün unikal servislərdən biri olan istifadəçilərlə onlayn söhbət qutusunu necə əlavə edə bilərik, onu öyrənəcəyik. Əvvəla onu çatdırım ki, bu servis bir çox saytlar tərəfindən pullu versiyada təklif olunur. Demək olar ki, yeganə pulsuz versiyası və ən keyfiyyətli formalarından birini bugün mən sizə öyrədəcəm. Olduqca sadə və istifadəyə olduqca yararlı struktur cəhətdən çox keyfiyyətli bir servis olacaq. Bu bizə nə üçün lazımdır ümumiyyətlə istifadəçi ilə ünsiyyət? İlk öncə bu istifadəçinin saytda daha çox qalmağı üçün xeyirlidir və bu da bildiyiniz kimi sizin reyting hallarını, səyahətin reyting hallarını artıran bir əlamətdir. İkinci cəhətdən daha strukturlu və keyfiyyətli bir blog imici üçün onlayn söhbət qutusunun olması olduqca vacibdir. Çox uzatmadan başlayaq, bunu necə edirik öyrənməyə. Deməli, hal-hazırda daxil etdiyim sayta daxil oluruq. Tav.tu saytına daxil oluruq. Saytda olduqca sadə qeydiyyat var. Free formada qeydiyyatdan keçirsiniz, e-mailinizə mesaj gəlir, mesajı təsdiqləyirsiniz və sizin akkantunuz hazırdır. Çox sadədir qeydiyyat prosesi. Mənim hazır akkantuma daxil olacağam. Sadə olaraq qeydiyyatdan keçib siz daxil ola biləcəksiniz. Login deyirəm. Və e-mail və şifrəni daxil edirik. Sign in. Onun əvvəlcədən onu da çatdırım ki, bu təkcə bu servis onlayn söhbətdən başqa sizin saytınız haqqında sizə lazımlı statistik məlumatlar da verir. Məsələn, monitoring funksiyası var ki, hal-hazırda sizin saytınızda neçə nəfər var onu göstərir. Mesajlar funksiyası vasitəsilə, messaging funksiyası ilə sizə əvvəlcədən gəlmiş mesajlar, sizin cavab edəcəyiniz mesajlar, bunları qruplaşdırıb hamısını görə bilərsiniz. İndi isə başlayaq, bunu servisimizdə necə tətbiq edirik. Deməli, admin hissəsinə daxil olursunuz. Burada sağ tərəfdə sizə verilmiş HTML kodu görəcəksiniz. HTML kodu sadəcə olaraq kopyalayırsınız. Və qaydıraq blogumuza. Blogda yerləşim hissəsinə keçirik. Yerləşim hissəsinə gəldikdən sonra sizin öz strukturunuza uyğun qayğı təklə deyirik və HTML JavaScript seçirik. Ad hissəsi sitəyə uyğun nəsə yaza bilərsiniz ya da saxlamaq üçün boşda qoya bilərsiniz. Mən boş qoyuram və həmin kodu kopyalayıram bu hissəyə. Kaydet deyirəm və bloqa baxıram. Və saytımız yükləndi. Gördüyünüz kimi aşağıda Let's Talk xəttə sözünü görürük. Bu hissəni açıb siz istənilən istifadəçiniz, yəni sizə istənilən sualı buradan göndərə bilər. Müəyyən vizual dəyişiklik edə bilərsiniz bunun dizaynında. Məsələn, həmin dəyişiklikləri biz widget appearance-a gəlirik. Burada rəng dəyişiklikləri edə bilərsiniz, ölçü dəyişiklikləri edə bilərsiniz və burada ən əsası mobil versiyanı seçə bilərsiniz. Mobil versiyanı bu formada seçməyə məsləhət deyil, ən yaxşı olan bu formadır. Özünüzdən əlavə şəkil əlavə edə bilərsiniz. Mən ehtiyac duymuram. Başqa vizual dəyişikliklər burada edə bilərsiniz. Digər tərəfdən kontentdə isə ölkəni Azərbaycan seçsəz, siz əgər bu sayt açıqdırsa hansı formada görünəcək, nə vaxt çıxıbsınız, nə vaxt offlinesınız, yaxud nə vaxt pre-chat, yəni sizə yazsın, siz sonra cavab yazın. Hər formaya uyğun şablonları burada sizə göstərir. Yəni Azərbaycan üçün bu formadadır. Olduqca sadə quruluşu var. Məsələn, yoxlamaq üçün mən nəsə yazıram. Salam. Gördüyünüz kimi mesaj hissəsi gəlir və mesajınızı daxil oxuya bilərsiniz. Salam. Ondan sonra istədiyiniz cavabı yaza bilirsiniz.
olduqca istifadəyə yararlı və sadə forması ilə bu servis saytınız üçün istifadəçilərlə ünsiyyət cəhətdən idealdır. Növbəti dərsimizdə daha maraqlı blog əlavələrini öyrənəcək. Bizi izləməkdə davam edin. Videonu hazırladı Əyyamzadə Ülvi.